Salam. Bugün sizə bir sualın izahı ilə gəlmişəm. Sualımız belədir. Müəllim şagirdə 44 günlük Vətən müharibəsi mövzusunda mətn təqdim edir. Mətndə müharibənin baş vermə səbəblərindən söhbət gedir. Mətni oxuyun, müharibənin baş vermə səbəblərinin həlledici məqamlarını seçin. Daha sonra mətndən faydalanaraq müharibənin baş vermə səbəblərinə münasibət bildirin. Fikrinizi arqumentlərlə əsaslandırın. Verilmiş tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə xidmət edir? Hər kəsin, mən bilirəm ki, kurikulumdan məlumatda olan müdavimlərin hər kəsin ağlına təhlil etmə gələcək. Niyə? Çünki şagird mətndən həlledici məqamları seçir. Bəli, həlledici məqamların seçilməsi təhlil etmədir. Amma həmişə bu cür tapşırıqlarda, bu cür suallarda tapşırığın ən sonuncu mərhələsinə baxırıq. Deyir ki, daha sonra mətndən faydalanaraq müharibənin baş vermə səbəblərinə münasibət bildirin. Burada şagird öz mövqeyini ortalığa qoyacaq. Mətndən faydalanmaq, mətnə əsaslanmaq demək deyil. Yəni şagirdin ilkin bilikləri var müharibənin səbəbləri ilə bağlı. Mətndən də faydalanır. Yəni bu mətnə əsaslanaraq fikir bildirmək demək deyil. Əgər əsaslanaraq olsaydı, bəli, təhlil etmə olardı. Fikrinizi arqumentlərlə əsaslandırın. Bu da həm təhlil etmədə var, həm dəyərləndirmədə var. Beləliklə, demək olar ki, cavabı dedim. Cavabımız olacaq dəyərləndirmək mərhələsi.